Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugün sizlərlə yenə maraqlı suallar bölüşmüşəm qrupda. İndi isə keçək suallarımızın izahına. Deyir ki, onluq say sistemində verilmiş 117 ədədi kompüterin yaddaşında nə qədər, yəni neçə bit yer tutur? Biz bunu onluq say sistemində deyə bilməliyik. Əvvəlcə bunu biz 117 ədədini ikilik say sisteminə keçirir. Ondan sonra bunun nə qədər yer tutduğunu deyə bilərik. 117-ni böyle 2-yə bölə-bölə də gedə bilərəm. Amma daha asan yolu olan 1, 2, 4, 8, 16, 32, 64, 128 yaza bilməyəcəm. Çünki 128 117-dən böyükdür. Ona görə 117-dən əvvəldə nə var? 64 var, düzdürmü? 64-ə 1 yazıram. 117-dən 64-ə çıxdım. Nə qaldı? 53. 53-ün içindən 32-ni çıxaramı? Çıxaram. Ona da 1 yazdım. 32-ni çıxsam qalır 21. 21-in içində 16 varmı? Var. Ona görə ona da 1 yazıram. Daha sonra 21-dən də 16 çıxanda qalır 5. 5-in içində 8 yoxdur. 5-in içində 4 var. 5-dən 4 çıxanda qalır 1. 1-in içində 2 yoxdur. 1-in içində 1 var. Deməli, 1, 1, 1, 0, 1, 0, 1 şəklində bu ikilik say sistemində ifadə olunacaq. İkilik say sistemində olan hər bir simvolda yaddaşda bir bit yer tutduğuna görə gəlin biz bunları sayaq. Neçələrini? 1, 2, 3, 4, 5, 6, 7. 7 simvolunda 7 bit yer tutacaq. Cavabım oldu B variantı. Siz alırıq növbəti sualımıza. Növbəti sualımız da bu bayaq izah etdiyim misala oxşardır. 529 onluq ədədini ikilik say sistemində ifadə edin. Nə eləyərik? 1, 2, 4, 8, 16, 32, 64, 128, 256, 512. 529-un içərisində 512 varmı? Var. 512-ni çıxanda yerdə nə qalır? 529-dan 512-ni çıxanda yerdə nə qalır? 17. 17-nin içində 256 varmı? 128 varmı? 64, 32 varmı? Yoxdur. Buna görə onlara 0 yazıram. 17-nin içində 16 varsa ona 1 yazıram. 17-dən də 16 çıxanda qalır 1. 1-in içində 8, 4, 2 olmadığına görə geridə qalan birimə də 1 yazıram və cavabım alınır. 1, 0, 0, 0, 0, 1, 0, 0, 0, 1. 1, 0, 0, 0, 0, 1, 1, yox, 1 artıqdır. Cavabımız olacaq B variantı. 1, 0, 0, 0, 0, 1. Bu da deyil axı. Cavabım Y-də düzgün verilir. Baxın, sonu 1-dir. 1, 0, 0, 0, 0, 1 və geriyə qalır 0, 0, 0, 1. Cavabım oldu Y variantı. Keçid alaq növbəti sual nümunəmizə. Burada deyir ki, bunun cəmini ikilik say sistemində tapın. Gəlin ikilik say sistemində toplamanı da elə bu misalın sayəsində aradan çıxaraq öyrənək. Demək, ikilik say sistemində toplamı mənə verir 1, 0, 1, 0 ikilikdə üzərinə gəldir 1, 1, 1-i ikilik say sistemində. 0-ın üzərinə 1 gəlsin nə eləyər? 1 eləyər. 1-in üstünə 1 gəlsəm 2. 2 ikilik say sistemində olmadığına görə 2-dən 2-ni, yəni bu 2 1 ilə 1-in cəmidir. Baxın, bu 1 ilə bu 1-in cəmi budur. Bu 2 isə say sisteminin əsasıdır. Onu çıxıram, alınır 0. 0-ı yazıram yerinə. Yadımda da 1-i saxlayıram.
Sıfırın üzerine 1 gəldim. Nə elədi? 1. 1-in də üzərinə bu yadımdakı 1-i gəlsəm eləyəcək 2. Yenə eyni qayda ilə 2-dən 2-ni çıxaram, alınır 0. 0 yazaram 1 yadımda. 1-in üzərinə də bu yadımdakı 1-i gəlsəm eləyəcək 2. Yenə 2-dən 2 çıxaram 0. 1 yadımda. 1-i də gətirirəm, buraya yazarım. Oldu nə? 1, 0. 1, 0, 0, 0, 1. İkili sayı sistemində. Gəlin bunu yoxlamaq üçün. Əgər düz yazmışıqmı, səhv yazmışıqmı yoxlamaq üçün. 1, 0, 1, 0. İkili sayı sistemində 1, 2, 4, 8-dən 4 ilə 1-in üstünə xətt çəkirəm. 2 ilə 8-i toplayıram, eləyir 10. Onluq sayı sistemində 10-dur. 1, 1, 1 isə 1, 2, 4-ü toplayıram, alınır 7. 10-un üzərinə 7 gəlsəm, eləyəcək 17. Düzdür, onluq sayı sistemində. İndi gəlin bu 17-ni ikili sayı sisteminə keçirək. Necə keçirərik? 1, 2, 4, 8 yazaram, 16 yazaram hətta. Alınır 17-də 16 bir dəfə var. 17-də 16-nı çıxıram. Qalır nə? 1. Deməli, cavabım düzgün alındı mı? Alındı. Baxın, 1, 0, 0, 1, 1, 0, 0, 0, 1. Keçək növbəti sualımıza. Prosesor deyir, informasiyanı hansı şəkildə yadda saxlayır? Prosesor informasiyanı hansı şəkildə yadda saxlayır? Prosesor bilirik ki, kompüterin beynidir və kompüterdə olan bütün verilənlər ikili kodlar şəklində, yəni sıfırlar və birlər şəklində yadda saxlanılır. Sıfırlara, birlərə, ümumiyyətlə ikili ədədlərə biz binary digit, yəni binar kodlar deyirik. Demək, gələk ən sonuncu sualımıza. Burada deyir ki, baxın, bu verilmiş ədəddə sıfırların sayı birlərin sayından 2 dəfə çoxdur. Bunu 2 yolla eləyə bilərik. Baxın, demək, bunu bir yazaram 500, baxın, birinci yolumuz. 512 üzərinə gələk 1 şəklində. Biz bilməliyik ki, biliriksə yadımıza salaq, bilmiriksə də öyrənək. Bilməliyik ki, 512 nədir? 2 üstü 9-dur, düzdürmü? Bunun üzərinə 1 gəlsin. 2 üstü 9 nə deməkdir? İstənilən 2-nin qüvvətinin üstündə nə yazılıbsa, baxın, n qədər, bunu qeyd edək, zəhmət olmasa, n qədər 0, baxın, üstündə nə yazılıbsa, o qədər 0, bir dənə də 1 olacaq. Deməli, 2 üstü 9-da neçə dənə 1, neçə dənə 0 oldu? Bir dənə 1, 9 dənə də, baxın, 2 üstü 9-da, 2 üstü 9-da. Bir dənə 1, 9 dənə 0 var. Bir dənə də burada 1'im var. Düzdürmü? Bunu da həmin 1'in üstünə gəlirəm. Bu 1'i də əlavə etsəm, olur mənim 2 dənə 1'im, 9 dənə 0'ım. Burada yazdığım kimi. Demək, indi deyir, 2 dənə 1'im var, düzdürmü? 2 dənə 1'im var, 9 dənə də 0'ım var. Deyir ki, sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? 9'u bölsəm 2'yə alınır 4,5. Amma məndə elə bir cavab 4'ü götürək, yaxşı, 4 dəfə çoxdur deyir. Keçək növbəti sorumuza. Növbəti sorumuzda isə 513 ədədində mən çaşdım. Siz də mənə demədiniz. Niyə demisiniz? Baxın, bu üzərinə 1 gələndə axı cavabım düz 4 olacaq, amma mən axı üzərinə 1 gələndə, baxın, indi bunu toplayaq, qoy yazım. Bir yanında 9 dənə 0. Bunun üzərinə mən 1 gəlsəm, 9 dənə 0'ımın birini bu 1 aparacaq. Bunu niyə demirsiniz mənə? 1, 0, 0, yerdə qalan 6 dənəni də yazın.
və 3, 6, 8, bu da 1. Gördünüz? İndi oldu mənim 2 dənə birim. 1, 4, 6, 8 dənə də nəyim? Sıfırım. Baxın, gördünüz? Ən adi bir diqqətsizliklə mən burada çalışdım. Deməli, 8 dənə 0 oldu, 2 dənə də 1 oldu. 8-i də böldüm 2-yə, elədi 4 dəfə çox. Cavabımı aldım, əla. Amma görürsünüz, adi bir diqqətsizliklə bu üsulda mən səhv eləyə bilərəm. Amma sizə indi elə bir üsul göstərəcəm ki, orada sizin səhv etmə ehtimalınız deyərdim ki, 0-a bərabərdir. 513 ədədi deyir mənə. Deyir ki, bax bu 513, çox qalın. Deyir ki, 513 ədədini ikili say sistemində sıfırlar birlərdən nə qədər çoxdur? Yazıram 1, 2, 4, 8, 16, 32, sonra canım sizə desin 64, 128, 256, 512. Yazdım mı? Yazdım. 513'ün içində 513'dən sonra gələn ən kiçik nədir? 512. Düz 513'ün içində 512 bir dəfə var. 513'dən 512-ni çıxsam nə qalır? 1 qalır. Yəni də sona 1 atıram. Qalanları hamısı oldu 0. Gördünüz? Asan, tez və düzgün şəkildə çaşmadan bu üsulu edə bilərik. Gəlin sayaq. Neçədən oldu dedik? 2 dənə 1 demişdik də bayaq, düzdür? Aldım 2 dənə birimi. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə də sıfırım var. Gözümün önündə də artıq. Mən daha bilmirəm ki, orada topladım 0-ın, 1-in 1, 7-mi, yoxsa qaldı mı? Onu toplayıb özümə əziyyət verməyəcəm. Elə burada gördüyüm kimi, nə görürəmsə götürüb sayıb, bölüb çıxıb toplayacağım və cavabımı alacağım ki, 4 dəfə çox imiş. Bugünlük bu qədər.